Salamlar. Çox ara verməyib yenidən sizinlə görüşə gəldiyimə şadam. Az bir zamanda süfrənizdə lezzetli bir salatın olması gözəl olmazdı. Elə deyilmi? Elə isə gedək. İlk öncə mətbəx lövhəsinin üzərində göstərdiyim ardıcıllıqlarla göyərtilərimizi düzdükdən sonra onların doğranışı ilə başlayıram. Bütün dəqiq məlumatları videonun təsvir bölməsində yerləşdirdim ki, sizin üçün asan olsun. Təsvir bölümünü videonun aşağısına klik eləyərək asanlıqla tapa bilərsiniz. Sonrasında 3 ədəd kökümüzü sürtgəç vasitəsilə rəndələyirik. 3 ədəd qaynadılmış yumurtanı kub-kub doğrayaraq əlavə edirik. Əzizlərim, 2 ədəd orta boy kartofu isə kub-kub doğrayırıq. Çox kiçik ölçülərdə 3 ədəd doğranmış turşu xiyar əlavə edirik. Əzizlərim, burada püf məqamımız ondan ibarətdir ki, bu lobiyaları yaxşıca qaynatmaq və qaynadarkən suyuna duz əlavə etməliyik. Göyərtilərimiz yerini aldı. Kartoflarımız da doğranıb hazır gözləyir. Möhtəşəm turşu xiyarlarımızı və yumurtaları əlavə edirik. Kökümüzü də əlavə etdikdən dərhal sonra 400 qram quşbaşılarımızı doğrayırıq. Doğrudur, mənim quşbaşılarım biraz fərqli görünə bilərlər, lakin çalışın ki, bu sizdə olmasın. Bəh. Son olaraq isə gəlirik duz və istiotun istifadəsinə. Bir orta boy xiyarı da kub-kub doğrayaraq salatımıza əlavə edirik. Mən 5 qaşıq mayonez istifadə etdim, lakin siz də istəyinizi, zövqünüzü nəzərə alın. Əziz xanımlarımız, bəli, həm az vaxtım getdi, həm də ləzzətli bir salat süfrəmdə oldu. İndi isə çəngəl yeyirəm bu salatı. Hər şeysə nuş olsun. Son olaraq isə demək istəyirəm ki, məni fərəhləndirən sizin dəstəklərinizdir. Bu dəstəklərinizi əsirgəməməyiniz diləyi ilə.